Azərbaycan-Türkiyə qardaşlığı tarixin hər üzündən qala bözü kimi görünən və əbədi olaraq da görünəcək bir qardaşlıqdan danışırıq. Mədəni, mənəvi, ruhi, bütün əməli fəaliyyət sahələri üzrə bu qardaşlığın yeri dolmaz bir qardaşlıqdır, əvəzi olmaz bir qardaşlıqdır. Hələ Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi bu qardaşlığın qızıl tacı dəyərindədir. Bugün Azərbaycan-Türkiyə qardaşlığının dünənindən, bugünündən, gələcəyindən danışacağıq. Azərbaycan-Türkiyə ortaq mənəvi irsimiz. Basdığın yerləri torpaq deyərək keçmə, tanı. Düşün altında minlərcə kəfənsiz yatanı. Bu məmləkətlər 70 il bir-birindən cüda düşmüş. Bədxah imperiyaların qara fikirli, qara güruhun ucbatından. Türkiyə adını çəkənlərin, Türkəm deyib hayqıranların bəzən dili boğazından çıxardılmış. Sibir yolu sivil yol kimi qəbul etdirilmiş. Ulularımız gedər-gəlməzə yollanmışlar. Hədər gedənlər təkcə quru cisimlərini deyil, həm də istiqlal arzularını, hürriyyət amallarını puç etmişlər. Hörmətli tamaşaçılarımız, bugünkü qonağımız, hörmətli alimimiz, tanınmış ictimai xadim, Bakı Dövlət Universitetinin professoru Qulu müəllim Məhərrəmlidir. Qulu müəllim, sizin adınızın yanında müəllim sözü öz-özündən gəlir. Sizin bilavasitə auditoriyada tələbə olmaq fürsətimiz olmasa da, amma sizə nə qədər ustad kimi, müəllim kimi müraciət edən insanları görmüşük, bunu da burada etiraf edim. Və hesab edirəm ki, bugünkü söhbətimiz də elə həmi sizin tərcümə halınıza, keçdiyiniz yola, yaradıcılığınıza uyğun olacaq, həm də bizim verilişin də formatına və mandatına, missiyasına uyğun bir gözəl söhbət olacaq. Formatı da gözəldir, dizaynı da gözəldir, hər şey gözəldir. Təşəkkür edirəm qiymətli sözlərə. Mövzumuz Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu. Biz bu qardaşlığı, dostluğu həm Şuşa bəyannaməsinə istinadən, həm ona Şuşa bəyannaməsinə gələn tarixi yola istinadən, həm də qarşımızdakı üfüq və üfüq ötəsinə inanaraq əvəzsiz bir dostluq, qardaşlıq kimi, bir model kimi qəbul edirik. Bu qardaşlıq əlbəttə ən az bir 70 il ərzində sarsıntılara da məruz qalıb. Bizdən asılı olmayan, nə İstanbuldan, Ankaradan, Bakıdan, Gəncədən demək əsas götürməyən kənar təsirlərlə ən azı yəni bloklanıb da indi məlum hadisələr dönəmində. Amma bugün indi Azərbaycan-Türkiyə qardaşlığı Allaha şükür ki, bütün dünya nümunədir. Siz bu qardaşlığın tarixi, dünəni, bugünü və əlbəttə sabahı mövzusunda söhbətimizə bir giriş olaraq nələr vurğulamaq istədiniz? Əslində xeyli şeylər dediniz, yəni istiqamət olaraq, yəni heç nə quru yerdən yaranmır, hər şeyin bir tarixçəsi var, bir kökü var. Mən elə gəlir ki, Osmanlı dövründən üzü bu yana gəlsək, xalqları, ölkələri nə birləşdirir? Türkiyə ilə bizə əlbəttə ki, etnik yaxınlıq var, yəni bir soydan, bir kökdən Oğuz başlanğıcı var, dil oxşarlığı var, din yaxınlığı var, ədəbiyyat yaxınlığı var, tarixi nöqtələrdə qovuşma var. Və bunların hamısı üst-üstə gələndə Türkiyə ilə Azərbaycan arasında bir ortaq mənəvi irsi formalaşdırır. İndi şükür Allah ki, müstəqillik dövründən sonra bu əlaqələr daha dərinləşib, daha yeni məzmun alıb. Bizdə bu tamaşaçılarımızın çoxu belə düşün ki, türklər biz eyni dildə danışırıq, elə bu hər şey xeyr, hər şey deyil. Məsəl üçün, tutaq ki, Rusiya ilə Ukrayna arasında müharibə gedir də, bunlar da eyni kökdəndir. Amma niyə bu yaxınlıq yoxdur? Mən bir epizod deyim. Biz bir dəfə çəkiləşə getmişdik İsmail rayonunda. Çox yaşlı bir kişi, 100 keçmişdi yaşı. Danışdı. Dedim ki, bəs bizim qrupumuzda türklərdən də gələn var, Türkiyədən gələn də var falan var. Belə çox qəribə, belə çox körəldici bir məqam dedi. Göz də yaxşı görmürdü. Dedi ki, siz o vaxtında gəldiniz, bəs indi niyə biraz gec gəldiniz? Yəni doğrudan belə o ürəyin içində, qəlbin dərinliyində bir gözlənti var. Xəlqi münasibətdir. Xəlqi münasibətdir, bəli, bu o şəkildədir. Məsəl üçün, mən bu ilində Əkinçi qəzetinin 150 illikdə mətbuatın yaranmasını. Mən o vaxt fikirləşəm ki, nəyə görə Əzəm bəy Zərdabi
qəzet üçün şerifləri İrana getmədi. Niyə görə getdi Türkiyədən? Yəni, düzdür, şəxsi əlaqə də var idi bu. Amma bunun da bir rəmzi mənası var ki, Azərbaycan ilk qəzeti Türkiyə şeriflərindən, Türkiyədən gələn şeriflərlə çap olunub. Yəni bizim yaddaşımız, qəzetimiz, nəşriyyat işimiz, orada da türk amili var. Axundov əlifba məsələsini Türkiyə sultanı ilə, yəni bununla məsləhətləşirdi. Düzdür, o missiyası bir başqa idi. Yəni bu niyə o boyda, o illərdə Axundov bu əlifba ilə məşğul oldu? Mən belə dəqiq başa düşmədim. Amma və lakin hər halda, yəni Türkiyənin bir böyüklüyü, bir əzəməti, bir möhtəşəmliyi vardı. əsrin əvvəllərində Osmanlı Türkiyəsinin bətnindən doğan bu yeni türkçülük var idi. Onun formalaşmasında da Azərbaycanlılar çox böyük rol oynayıb. Əhməd Bəyoğlu, Əli bəy Hüseynzadə, hər halda
Sovetdən getmiş Yusif Akçura, yəni bu Tatar xalqını təmsil eləyirdi. Məmməd Əmin Rəsulzadə, yəni yaşın azlığına baxmayaraq, yəni bunlar o prosesdə Ziya Gökalpla, başqaları ilə bir yerdə bax o türkçülük ideologiyasını formalaşdırırlar. Və bunun hamısı həmin bu yaxınlığın mənəvi əsası, fəlsəfi əsası, ruh əsası belə qoyulurdu. Ona görə təkcə etnik yaxınlığı deyil, bütövlükdə həm geniş mənada indi Şuşa bəyannaməsindən danışdığımız 18-ci ilin hadisələr var, 20-ci il hadisələr var. Çanaqqala hadisələri. Çanaqqala hadisələr var. Bizimkilər orada döyüşlər, türklər burada yəni Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində can qoydular, nə qədər şəhid verdilər Qafqaz İslam Ordusu tərkibində. Bunların hamısı yəni belə tarixi yaddaşdı. Ona görə də Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz. Bu birlik əbədidir, bu birlik Allahın qoyduğu yoldur, bu birlik tarixdən gələn, insanların içindən, qəlbindən gələn bir fəlsəfədir. Siz iki istinadgah göstərdiniz. Biri ilahi qaynaq, Tanrıya ism aradınız. İkincisi isə könülə ism aradınız. İçimizdən gələn, iç dünyamızdan gələn. İkisi də toxunulmazdır da, ruha bağlanır, belə demək mümkünsə. Bizim, siz daha yaxşı bilirsiniz, əcdadlarımız hələ qədim dönəmlərdə dövlət qurarkən, dövlətlər dövləti, xanədanlıqlar qurarkən ilahi bir başlanğıca istinad edirdilər. Hər adam dövlət qura bilməzdi, hər xalq dövlət qura bilməzdi, hər adam xanədanlıq qura bilməzdi və onun başçısı ola bilməzdi. Bir ilahi qaynaq olmalıydı. Sanki bu oradan gəlir də, göylərdən gəlir bu fərman, bu buyruq. Biz indiki dövlətlərimizi də müqəddəs sayırıq, biz bayrağımızı da müqəddəs sayırıq. Bu bir siyasi yanaşma deyil, bu həm də bizim içimizin səsidir. Zaten belə olmasa düzgün olmazdı. Bu söhbətlər həm də təqdir edərsiniz ki, etnogeniz məsələlərinə bizi istiqamətləndirir. Siz bizim xalqlarımızın yaxınlığını bir çox amillərlə ifadə etdiniz. Mən istərdim ki, bilavasitə bu etnogeniz məsələsinə də vurğu edək. Çünki bilirsiniz ki, 70 il ərzində də Sovetlər dönəmində bizi öz kökümüzdən qopuq göstərmək üçün nələrdən, dırnaqarası akademik nəşrlərdən çıxış edərək, ensiklopediyalara da salaraq, dilimizə lazım olmayan yabancı sözləri də daxil edərək, bizi bir-birimizdən, qardaşlarımızdan, o cümlədən keçmiş Sovetlər ərazisindəki, Türkistandakı qardaşlarımızdan, o cümlədən Anadoludakı qardaşlarımızdan uzaqlaşdırmaq üçün bu sözü elə belə də demək yəqin uyğun olar ki, 1000 hoqqadan çıxdılar. Və təəssüf ki, bəzən də başarılı oldular. Yeri gəlmişkən, Milli Elmlər Akademiyasının 80 illik yubileyində dövlət başçımızın dilimizin saflığı ilə bağlı tapşırığında bir cümlə vardı ki, dilimizin öz sözlərimizlə, yəni yabancı sözlərlə yüklənməməsi, öz sözlərimiz ki var, sonradan gəlmiş sözlərə biz o qədər də aşina olmamalıyıq, elə deyilmi? Bu həm də elə etnogenezə münasibət məsələsini də məncə qabardır. Çünki biz qardaş xalqıyıq, eyni kökdən gəlmişik, inşallah da eyni yolcularıyıq. Təəssüf ki, bizdə də, elə Azərbaycanın özündə də təkcə Kremldən qidalanan deməyək, Azərbaycanın özündə də bilirsiniz də, dırnaqarası akademik münasibət bizim etnogenezimizə zərbə vurur. Əgər ad çəkmək qüsur sayılmazsa, indi haqq dünyasında da, İqrar Əliyevin timsalında, bəli, bilirsiniz ki, baltalanırdı da bu etnogenez məsələlər. Sizin hansı vurğularla bu mövzuya münasibətinizi bildirərdiniz? Bu, belə, biraz bu tarixdən danışanda mütləq onun bir mif tərəfi var da, buna mütləq deyirsən, çünki onu deməyən də biraz maraqsız olur. Yəni bu miflərə görə, məsələn, Ergenekon hadisəsi mənə gəlir ki, bu türklərin hamısının bir başlanğıcı kimi də, yəni bu Bozqur çox adam belə tarixçəni dəqiq bilməsə də, amma miflərdən gəlmə çox şeylər var. Ona görə bu mifoloji başlanğıcın özündə də, məsələn, mən bu ədəbiyyatları oxuyanda çox qəribə şeylərlə rastlaşıram da, məsələn, qurd bir çox xalqların tarixində var. Məsəl üçün, Etruslardan bəri. Bəli, nə qədər qəribə olsa da, məsələn, indi bu Koreya xalqları falanları vardır, bu Yaponlar, bunların da başlanğıcı, yəni Altay hipotezası var da, bunu siz gözəl bilirsiniz. Bunu da bizə əqraba sayılırlar. Bəli, əqraba sayılırlar. Yəni, hətta bizim bu jurnalist dostlardan biri də bu Yaponları görəndə dedi ki, Yapon türkləri gəlirlər. Yaxşıdır. Yəni, məsələn, bu Koreyalılarda mifə görə, yəni, qurda, bozqurda, canavara niyə istahiş edirlər də? Bunlar belə hesab edirlər ki, günəşi də qaldıran qurdlardır və onu axşama yaxın qürub vaxtı onu qüruba çəkəndə qurdlardır. Yəni həyatın başlanğıcı oradandır. Yəni bunlarla miflərində belə şeylər var.
Ona görə o mifoloji başlanğıc bir yanda, tarix, elm, faktoloji, bəli, faktoloji baxımdan, yəni Osmanlıların tarix səhnəsinə çıxması, ondan əvvəl Səlcuqlar və s. Yəni bunların hamısı tarixi faktlardır. Amma o dövrdə bax o dediyiniz, çəkdiyiniz adlar var da, tutaq ki, İqrar Əliyev, qeyriləri, yəni bütün hallarda məsələni elə qoymağa çalışdılar ki, bizim Göktürklərlə heç bir əlaqəmiz yoxdur. Yəni amma tarixi bu cür belə bəsit bir əyalətdə bunu saxtalaşdırmaq olmur da. Yəni tutaq ki, Qumilov olduğu bir yerdə onun yəni yazdıqları, ortaya çıxartdıqları, deyək ki, onun bir balaca elmlə publisistika arasında Murad Hacının yazdıqları, bunlar hamısı axı oxunur, gəlir, götürür, hamısı konkret faktlara əsaslanır. O baxımdan əlbəttə ki, nə qədər sağa sola deməli çəksələr də, yəni Azərbaycanlıların türk başlanğıcını, yəni türk tarixini o cümlədən də dillə onu heç cür yəni danmaq mümkün deyil. Məsələn, indi bizim dilçilərin arasında belə bir tendensiya var. Əslində mən də onu qəbul edirəm və təqdir edirəm. Azərbaycan dili əlbəttə ki, türk dilidir və bu dil şaxələnir, türk dili. Ondan ayrı-ayrı müstəqil dillər meydana çıxır. Məsələn, orta əsrlərdə Azərbaycan ədəbi dilinin formalaşması artıq müstəqil bir dil kimi ortaya çıxır. Və Abbas Farqanının şeirlərinə baxanda necə tərtəmizdir. Yəni hətta bəziləri deyir ki, biz bunu yazılı dili buradan götürməliyik. Eləcə də Həsənoğlu, eləcə də yazılı ədəbiyyatı, Qurbani, bəli, görün nə qədər təmiz dil var. Ona görə də heç bir halda Azərbaycanın türk havasından, türk ailəsindən ayırmaq mümkün deyil. Bayraqlarından ayrı düşəndə ucalarımız yaylıqlarını bayraq bilmişlər. Doğma ildən uzaq düşəndə bir ovuc boz külü torpaq sanmışlar. Doğru ki, hünərəz, hətta başqa xalqlar da hünər dili deyir dilimizə. Uydurma söz yapmayız, yapma yola sapmayız. Türkçələşmiş türkçədir, eski kökə tapmayız. Bu lisan yalnız sözlərin eyni olmasını deyil, həm də folklorumuzun, ədəbiyyatımızın, duyğularımızın, hər şeyin dilinin bir olmasını icab etdirir. Gələk bir qədər də çağdaş dönəmimizə, Azərbaycan-Türkiyə qardaşlığı və bu qardaşlıqdan irəli gələn yeniliklər, təcallalar, təzahürlər, şəkillənmələr həm də əlbəttə digər qardaşlarımıza da sirayət edir də. Azərbaycan haqqında sizin bildiyiniz o məşhur sözlər ki var, Türk çadırının orta dirəyi və yaxud da Türkistanla Anadolunu nəzərdə tutaraq Altın Körpünün keçdiyi yer. Bax, bu fonda siz hal-hazırda Azərbaycanın yerini, rolunu nədə görürsünüz, necə görürsünüz? Təzəlikcəndə Qəbələ zirvə görüşü keçirildi. İki tərəfli, çox tərəfli görüşlər keçirilir. Siz Azərbaycan-Türkiyə qardaşlığının bir model olaraq digər qardaşlarınıza necə sirayət etdiyini görməkdəsiniz? Bu əslində çox ciddi və həm də maraqlı məsələdir. Niyə? Çünki əvvəllər ilk görüşlər falanlar çox adam buna, yəni sadəcə olaraq belə bir güc nümayişimi deyim, yəni birlik nümayişimi deyim, yəni əvvəlki adlarını qoyanda ki, türk dilli dövlətlərin zirvə toplantısı və s. Amma getdikcə məlum oldu ki, bu artıq bir reallığa çevrilir. Məsələn, baxın, elə dünyəvi proseslər var ki, orada bizim Orta Asiyadakı qardaşlarımızın, oradakı türk dövlətlərinin iştirakı birbaşa Azərbaycan kompası üzərindən keçir. Və tədricən Türkiyə ilə saatlar eyni vaxtda qurulur, saatlar eyni cür işləyir. Məsələn, mən son vaxtlar baxıram, Avropanın Orta Asiya Türk Cumhuriyyətləri ilə necə geniş əlaqəsi yaranır. Və yəqin ki, siz də izləyirsiniz, bu Avronews kanalıdır. Hər gün orada Özbəkistandan, Qazaxıstandan materiallar verilir. Orada böyük bir resurs kimi baxılır. Yaxud, məsələn, bir vaxtlar Türkiyədə bir qurum yaradılıb da, indi də o fəaliyyət göstərir, TİKA. Yəni, bu türk dilli dövlətlərlə əslində münasibətləri yaxşılaşdırmaq, onlara iqtisadi cəhətdən yardım eləmək, müəyyən layihələri reallaşdırmaq. Yəni, bunun bir türk soyu var, mədəniyyət... Digər ortaq türk qurumlarımız var. Bəli. Bunların hamısı ona xidmət edir ki, televiziya yaradılıb da, Avrasiya, deyək ki... TRT Avaz nə vaxt fəaliyyət göstərir bu tərəfdən bəri? Yəni, insanların ruhuna yaxın olan nədir? Musiqi, ruhuna yaxın olan nədir? Ədəbiyyat, sənət, kino,
bunların hamısı tədricən insanları bir özünü dərkə doğru aparır. Yəni böyük bir toplumun parçası olmaq, böyük bir deyək ki, Türk birliyinin bir hissəsi olmaq ideyaları, fikirləri tədricən damcı-damcı insanların şuurunu opmalıdır. Yəni bir vaxtlar Turan adı çəkiləndə biraz belə bir tər baxırlar ki, yenə yəni biz illüziyalarla yaşayırıq və s. İndi bəziləri bunu biraz emosional şəkildə deyir, bəziləri belə sanki məsələ həll olunmuş kimi deyir və s. Hərəsinin öz yeri var. Hərəsinin öz yeri var. Yəni amma önəmli olan təkamüldir, tədricilikdir. Bax o Türk dövlətlərinin sammitinin davamlı olaraq keçirilməsi bax o prosesləri cəmiyyətə ciddi şəkildə o mesajları verir. Yəni bəzən tutaq ki, onlar çox şərh olunmur, çox belə təbliğ olunmur elə hadisə də oldu, keçdi deyil. Amma tutaq ki, bu tip verilişlər, bu tip mövzular istər-istəməz insanların şuurunda o səpilmiş toxumları cücərdir. Və o Türk birliyi ideyası, Türk düşüncəsi, sözün geniş mənasında biz o ortaq mənəvi irsdən faydalanıb həmin bu Türk birliyinə öz töhfəmizi veririk. Orta Asiya, Türkmenistandır, Özbəkistandır, Qırğızstandır, Qazaxıstandır. Yəni bunlar siz bilirəm ki, yolunuz tez-tez düşürdü, onlarla ünsiyyətdə olursunuz. Yəni məsələn tutaq ki, Qazaxıstandakı türkçülük düşüncəsi, turançılıq düşüncəsi hərdən mənə belə o qədər sürətlidir. Onların burada bir səfiri var idi. O qədər belə türkpərəst idi. Mən ona belə o qədər turançı idi. Bunlar bir ensiklopediya düzəltmişdilər. Mən onu baxırdım, heyrət edirdim ki, gör, yəni artıq dövlət səviyyəsində 10 il, 15 il buna qədər Türk mövzusunu qadağan edən bir ölkədə indi artıq türkçülükdən, turançılıqdan danışırlar. Ona görə də bunun da əslində çox ciddi əsası var. Məsəl üçün biz bu mühacirət tarixini öyrənəndə nələri görürük? Məlum olur ki, xaricdə SSR əleyhinə, SSR ideologiyası əleyhinə mübarizə aparan bir yerdə Türk dövlətlərinin nümayəndələri, o cəmiyyətdən çıxmış adamlar həmişə bir yerdə olublar. Müsəlman faktoru var, bəli, türkçülük faktoru var, amma yenə də ümumi məqsədə doğru əl-ələ tutub getmək var. Ona görə də mən bugün gedən prosesləri çox belə yüksək dəyərləndirirəm. Yəni Türkiyənin əlbəttə ki, aparıcı rolunu biz burada deməliyik. Yəni bu elə belə deyil. Məsələn, indi dildən danışdınız və prezident deyəndə ki, biz 50 milyon yəni adam bu dildə danışır, düzdür, tamam başqa ölkəni nəzərdə tutur, cənubda yaşayan bizim soydaşlarımızı nəzərdə tutur, dünyanın müxtəlif yerlərdən paylaşmış insanlar nəzərdə tutur. Amma bununla yanaşı Erdoğan son çıxışlarının birində Türkiyə əhalisinin sayını dedi, 86 milyon. Yəni bu çox tezliklə, yəni 100 milyon deməkdir. Eləcə də Özbəkistanda, Qazaxıstanda əhalinin sayıca artması, yəni bu kəmiyyət məsələsini keyfiyyətə keçirtmək üçün nə lazımdır? Mədəniyyəti yüksəltmək, elmi, texnologiyanı, müasir investisiyanı, indi bugün trend olan süni intellekti, mən nə bilim, datadır və s. Bax, bunların hamısının birbaşa həmin o toplumun tərəqqisinə yönəltmək, bundan faydalanmaq çox önəmlidir ki, yəni təkcə say etibarına yox, həm də keyfiyyət baxımından bunu deməli biz ortaya gətirib, baxın, Nobel mükafatçıları artır, insanların deməli bəşəriyyətin tərəqqisinə xidmət edən kəşflərin müəllifləri artıq Türk dünyasından çıxmış insanlardır və s. Buna da nə ilə nail olmaq olur? Əlbəttə birinci növbədə təhsili inkişaf elətdirməklə, mədəniyyəti inkişaf elətdirməklə. Ulu sözümüz rubrikasının bugünkü qəhrəmanı ülgü sözüdür. Qədim türkçəmizdə ölçü mənasını verən ülgü, Qırğız ədəbi dilində ülgü, Qazaq ədəbi dilində ülgü kimi işlənir. Noqaylar da bu sözü ülgü kimi istifadə edirlər. Azərbaycan türkçəsində paltar və ayaqqabı hissələrini biçmək üçün nümunə, ölçü biçi, meyar mənasında işlədilir. Ulu sözümüz bizim sözümüzdür, bizim hamımızın.
bizim əcdadımız əlbəttə dünya mədəniyyətinə, sivilizasiyasına, bəşəri tərəqqiyə hansı töhfələri verib, çox hər birimizin məlumatımız var. Çox təəssüf ki, bizim Sovet dönəmində xüsusilə dərsliklərimiz elə qurulmuşdu ki, sanki bizim heç bir iştirakımız, töhfəmiz yoxdur da, elmdə, tərəqqidə, texnologiyada. Ancaq belə yanlış təsəvvür yaradırdılar. Xüsusilə də orta məktəb uşağının qolunu, qanadını yanına salırlar ki, elə biz ancaq başqalarından mı öyrənirik? Bizim heç qüdrətimiz yoxdurmu? Hünərimiz yoxdurmu elm yaratmaqda? Ancaq şükür Allaha ki, indi ortaq türk qurumları var, Türk Akademiyası var, Türk Mədəniyyəti İnstitutu Fondu var, Türk Soy var, Türk Dövlətlər Təşkilatının daimi katibliyi var. O cümlədən siz iqtisadiyyata vurğu elədiniz, investisiya fondu var. Digər quruluşlar, ictimai təşkilatlarımızın da sayı günü-gündən artır. Bunlar hamısı gözəlliklərdir, amma biz indi həm də bu gözəl söhbətin də sonuna gəlib çatırıq. İstərdim bütün dediklərimizin axırıncısında deməyim, üfüqü necə görürsünüz? Bu Türk dünyasının üfüqünü yenə mərkəzdə Azərbaycan-Türkiyə qardaşlığını model olaraq alırıq. Bu bizi hansı üfüq aparır inşallah? Bu dəqiqə dünyada hər şey iqtisadiyyatın üzərində dayanır. Yəni zəif ölkə dünyaya, elmə heç nə verə bilmir. O baxımdan məsələn indi artıq Orta Asiyada da bu indi Zəngəzur koridorundan danışanda mən də belə bir ki, yəni hər şey iqtisadiyyatın üzərindən gəlib keçəndə oradan da axın. Maliyyə, ölkənin tərəqqisi, inkişafı, çox şeylər oradadır. İndi doğrudan bir vaxtdan İpək yolu haqqında danışılır. Bu əlaqələrdir, getdin, gəldin və s. Amma indi daha böyük, daha miqyaslı, daha sürətli deməli kommunikasiyalardan söhbət gedir. O cümlədən də Zəngəzur ki, bu həm Orta Asiyanın Türkiyəyə, Türkiyənin dünyaya və Azərbaycan mərkəz olmaqla, yəni bir çox məsələləri o türkçəsi bu kapsamda çox şey əhatə eləyə bilir. Üfüq əlbəttə ki, yenə bu söz tez-tez işlədirlər də, Rəhmət Heydər Əliyevdə məxsus ki, 21-ci əsr türk əsri olacaq və s. Yəni bu nə ilə türk əsri ola bilirsən? Birinci növbədə elmi nailiyyətlərlə. Yəni bunun üçün mən fikirləşirəm, prezident nəyə görə akademiyanın 80 illiyində iştirak elədi, mesajlar verdi. Süni intellektlə bağlı, texnologiyalarla bağlı. Bu texnologiyalarla ümumən elmlə bağlı. Bəli, ümumən. Çünki milləti təmsil eləyən həm də onun elmidir, alimləridir. İndi deyirsiniz, Sovet dövründə, məsələn, bu SSR dağılandan sonra çox şeylərin üstündən o qara pərdələr götürüldü. Məlum oldu ki, SSR boyda dövlətin əldə elədiyi ən böyük uğurlar kosmik tədqiqatlarla bağlıdır. O işin proqram başında da Azərbaycanlıdır. Məlum oldu ki, proqram başında Karalyovun adı çəkilirdi, amma ona güc verən, onu icra edən, ideya verən belə Kərim Kərimovdur. Yəni bu necə hamımıza bir qürur hissi yaradır. Və harasa bir Azərbaycanlı görəndə ya bir qaz sənayesi, neft sənayesi olsun. Bəli, o qədər böyük Fərman Salmanovdan tutmuş bütün tümin, yəni bunun kəşfi oldu da o neft və s. Ona görə də insanların ortaya çıxması üçün həm birinci o şərait olmalıdır, ikinci texnologiya olmalıdır, mühit olmalıdır ki, onlar özlərini ifadə edə bilsinlər və gətirsinlər. İndi çox adam bu süni intellektin meydana çıxmasından çox belə narahatdır ki, bəs onda bu insan nəyə lazım olacaq? Heç bir süni intellekt canlı insanı, onun düşüncəsini, çox böyük düşünmə ehtimalı olan, çox böyük beyin hüceyrəsi potensialı olan insanı əvəz eləyə bilməz. Sürətdə əvəz eləyə bilər. Sürətdə əvəz eləyə bilər, müəyyən əməliyyatların gerçəkləşməsi əvəz, amma düşüncə baxımından əgər insan onu idarə edirsə, əgər onu elektrik cərəyanından qopardandan sonra heç nə yaramırsa, deməli insan çox böyük, Allahın yaratdığı ən böyük canlıdır, ən qüdrətli, ən möhtəşəm canlıdır. Ona görə bundan da, yəni o sahədə də Azərbaycanın inkişafı olmalıdır ki, dünyaya öz sözünü desin. Gedirlər, məsəl üçün alimlərimiz çox böyük uğurlar qazanırlar. Ona görə də yəni ruhdan düşmək olmaz. Ona görə də elmi inkişaf elətdirmək, təhsili yaxşılaşdırmaq, yüksəltmək, bizim ardımızca gələn nəsli qüdrətli eləmək üçün bax o sahələrin tərəqqisinə nail olmaq lazımdır. Yəni Nizamidən gəlmə bir kəlamda elmsiz heç nə eləmək mümkün deyil. Ona görə də biz onun üzərində dayanmalıyıq. Hər halda dövlətimizdə, dövlət ağlımızda, dövlət babada Qarabağ Universiteti modelində qalib Azərbaycanın elmə təhsilə münasibətini göstərmiş oldu deyə düşünürük. Sizə də çox təşəkkür edirik. Bu qiymətli söhbət üçün, verdiyiniz bilgilər üçün çox-çox sağ olun. Sağ olun, təşəkkür edirəm. ありがとうございます。 Ne, ne?
Bayı, Bayat, Qacar, Alka bölük, Qara bölük, Yazır, Döyər, Dodurğa, Yaparlı, Əfşar, Salur, çoxuq. Oğuz boylarının adları idi bu sadaladıqlarım. Birimiz köy deyərik, birimiz kənd. Nə fərq edər ki? Birimiz bəy deyərik, birimiz bay. Birimiz elçi, birimiz elşi deyərik. Nə fərq edər ki? Türklüyün vicdanı bir, dini bir, vatanı bir. Fəqət hepsi ayrılır, olmazsa lisanı bir. Ve bu sözün ışığında bugün güzel bir veriliş olduğuna ümit ettiğimiz daha bir programımızın sonuna gelip çattık. Değerli tamaşaçılarımız, Azərbaycan-Türkiyə qardaşlığı digər qardaşlarımızla ortaklığımıza da bir örnəkdir. Əlbəttə bizim gələneksel alqışımız da yerindədir. Həm sizə, həm də bütün Türk dünyasına əhsən qalın.